Değerli izleyiciler, bugün biz organ koruyucu əməliyyat icra etdiyimiz bir pasiyenti müayinə edirik. Nəyə görə organ koruyucu deyirik biz buna? Çünki qalxanvari vəzinin bir payında böyük bir ölçüdə düyün var idi və biyopsi etmişdik. Biyopsi nəticəsi boş hasarı gəldiyi üçün biz həmən düyün olan bir payı çıxartıb, digər payı isə saxlamışıq və hal-hazırda müayinə edirik. Ultrasəs müayinəsidir və ultrasəs müayinəsində də görünür ki, yaxınlaşın. Burada sol pay çıxarılır, yəni sol pay yoxdur. Amma sağ pay yerindədir, qalxanvari vəzi. Sağ payında ölçüləri normaldır, strukturası da normaldır. Amma digər pay isə yoxdur. Və bu organ koruyucu əməliyyatın üstünlüyü nədən ibarətdir? İndi o haqqında istədim məlumat verim. Organ koruyucu əməliyyatlarda birincisi xəstəyə verilən dərman dozası hazır olur. Yəni bu həm də qalmış orqan özü də, yəni orqanizmin təbii olaraq öz hormonunu ifraz edir deyə xəstələr bu zaman əməliyyatdan sonra da rahat bir şəkildə idarə eləmək olur. Çünki öz hormonu ifraz etdiyi üçün bunun bilavasitə gündəlik xaricdən dərman almağına da ehtiyac olmur, yüksək dozu almağına da ehtiyac olmur və o haqda istəyir ki, pasiyent də sizə məlumat versin. Sizdə əməliyyata göstəriş nə idi? Böyük bir düyün idi. Bəli, fizikiyə baxdım, bir də buradan şişik elədim. Sonra sizə müraciət elədim, çox sağ olun. Biz biyopsi etdik, biyopsi boş gəldi. Biz qərara gəldik ki, bir pay çıxardır. Bir pay çıxardırıq, sol pay. Sağ pay qalır. Əməliyyat yeri bilinmir, əməliyyat sahəsi yeri də bilinmir. Yəni buradandır, əməliyyat sahəsi yeri də bilinmir. İndi özünüzü necə hiss edirsiniz? Narahatçı yoxdur ki? Dozlarını 50 mg çəkir. Yəni əksər hallarda biz vəzifən çıxarıqda yüksək doz yazır, 100 mikrogramlıq levotiraxin, amma orqan koruyucu əməliyyatlarda isə 50 mikrogram və xəstənin əhval-ruhiyyəsi də yaxşıdır. Yəni çalışmaq lazımdır ki, vaxtında həkimə müraciət olunsun. Çünki vaxtında həkimə müraciət olunmasa, o zaman biz çalışırıq ki, yəni orqan koruyucu əməliyyat üstünlük verir. Allah sizə şəfa versin, Allah əlləriniz var olsun. Allah əllərinizə gözəlindən nur versin. Çox sağ olun. Çox sağ olun.